Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Növbəti dəfə biz avtomobil bazarındayıq. Badamdar avtomobil bazarında. Söhbət ikinci avtomobil bazarından gedir. Bu bazar, hava çox yaxşıdır, şükür Allaha. Çünki hər bazar vəziyyət gərgin olur, külək və s. Aləm dəyər bazarda bir-birinə. Ona görə də maşın bazarına maşın gətirənlər təbii ki, bu əlverişsiz havaya görə gətirdikləri maşını həm də buna görə sata bilmirlər. Çünki hava pis olanda təbii ki, bazara alıcı da gəlmir. Əvvəlcə onu deyim ki, bugünkü çəkilişlərimdə səs problemim var. Mümkün qədər ancaq interşum yazacağım. Yəni çünki mikrofonda müəyyən problemlər yaşadım. Bugünkü işim konkret ondan ibarət olacaq ki, həm Badamdar avtomobil bazarını, həm də Sumqayıt bazarını bir-biri ilə müqayisə edəcəyik. Həm qiymət baxımından, həm də alış-veriş baxımından ki, görək burada qiymətlər necədir, Sumqayıtda qiymətlər necədir və yaxud burada alış-veriş hansı səviyyədədir, Sumqayıtda hansı səviyyədədir. Buradakını artıq az-çox bilirik. Hər bazar burada nə yaşanır onu görürük. Düzdür, Sumqayıtda hər bazar mən gedə bilmirəm, amma bu bazar gedəcəm. Artıq buradan çıxandan sonra, bir 5-10 dəqiqədən sonra mən tərpənəcəm Sumqayıt bazarına. Buradakı vəziyyəti müşahidə eləmişəm artıq. Sumqayıt bazarında müşahidə edəcəm. Buradakı bəzi maşınları da çəkmişəm və Sumqayıtda da həmin maşınları soruşacağam. Baxaq görək qiymətlər nə yerdədir və alqı-satqı nə yerdədir. Əvvəlcə onu demək istəyirəm ki, Badamdar avtomobil bazarında indi qaldıracağım telefonu sizə göstərmək istəyirəm. Baxın, bu bazarda maşın bazarına kifayət qədər maşın çıxarılıbdır. Görürsünüz, nə qədər maşın var bazarda. Əvvəlki iki bazarla müqayisədə demək olar ki, heç bir fərqi yoxdur. Yenə də bu bazarda, maşın bazarında kifayət qədər maşın var. Bəs bu bolluğun qarşısında alıcılıq hansı səviyyədədir? Bunu yoxlayacağıq. Qiymətlər necədir? Onu yoxlayacağıq və ən əsası bayaq dediyim kimi Sumqayıt maşın bazarı ilə bu bazarı müqayisə edəcəyik. Çünki paylaşdığım video görüntüdə əksəriyyət yazır ki, Sumqayıtdan maşın almaq daha rahatdır. Orada qiymətlər daha yaxşıdır, daha əl çatandır. Bu bazara nisbətən. İndi gedək görək, həqiqətən də deyilənlər öz əksini tapırmı, yoxsa sadəcə olaraq bunlar bir fərziyyədir. Başlayırıq maşın bazarından. Maraqlı bir videonu sizə təqdim edəcəyik. Getdik və biz başladıq. Bu ortada, burada artıq maşın saxlamağa yer yoxdur. Yalnız mərkəzi yollar qalıbdır və kifayət qədər maşın var, bolluq var. Onu deyim ki, bu bazarla Sumqayıt bazarının bir fərqi var. Göstərəcəm sizə. Olduğu kimi başlayırıq maşınların qiymətlərini soruşmağa. Burada bir dənə qardaş silib təmizləyir. Kia Sorento'dur. Baxaq görək neçədir. Baxaq görək avtomobil silib 2016-cı ildə səhv eləmirəmsə. Qardaş, bazar olsun. Neçə deyirsiniz? Sizi çəkmirəm, narahat olmayın. Neçə deyirsiniz dayı? 39 Nobles'dir yoxsa? 7 yer. 39 yarıma qiyməti. 39 yarımdır. İli neçədir? 2016-cı ildir. Kia Sorento Nobles 39.500 manata deyir bu avtomobilin qiymətini. Buruğu, udarı, qəzası və s. var yoxsa yoxdur? Bircə detalında deyir kraskası var və salam. Qalan hər şey qaydasındadır. İndi mən interyerində sizə təqdim etmək istəyirəm. Baxın, açarsız daxil olma var avtomobildə. Nobles'dir və görürsünüz oturacaqların idarə olunmasıdır. Yəni premium komplektasiyadır. Avtomobil böyük monitordur, start stopdur. Səliqəli vəziyyətdədir. Dam başdan başa panoram damdır. Görürsünüz. Çox səliqəli vəziyyətdədir. 39.500 manata. Salam əleykum qardaş, neçə verirsiniz? Hə? Neçənci ildir? 2019-cu ilin Riosudur. 19.000'ə indi bazara daxil oldu. Baxın. Siz neçə deyirsiniz? 11.800'ə neçənci il kruzudur? 2014-cü ilin kruzu. LTZ'dir yoxsa LTZ-riz? LTZ. Gördünüz qiymətini və vəziyyətini. Çox qəşəng, maraqlı rəngi var. Yer gəlmişkən interyerini də bir dənə göstərim. Qardaş, tərpənmə zəhmət olmasa. Aha, bu da interyeridir. Qardaş Android monitor qoyubdur. Oturacaqların parça və s. Səliqəli avtomobil. Yekun yeri nə olacaq? 11.000 aşağıda verəcəm. 11.000. 10 yarıma qardaş deyir ki, verərəm. Bazarda gəzir. Bazarın çıxış hissəsindədir. 2016-cı ilin Hyundai Accent'i var qarşımızda dəyərli izləyicilər. 1.4 mühərrikdir, Koreyadır avtomobil. Yəni Koreya bazarı üçün nəzərdə tutulub. Qiyməti neçədir? 18.000 manat qiyməti var. Yəni ki, start qiymətindən gedir söhbət. Avtomobilin vizual görüntüsünü sizə təqdim edirəm. İndi isə gedirik biz bunun interyerini göstərməyə. Qardaş, siz narahat olmayın, siz düşmürsünüz. Oturacaqlar dəridir, görürsünüz. Avtomobil premium komplektasiyadır. Böyük monitoru var. Açardır. Yəni premium deyəndə tam full komplektasiya deyil. Onu demək istəyirəm mən sizə. Nə qədər gedib avtomobil? 96.000 kilometr. İndiki vəziyyətlər real yürüşüdür. Qiymətin və vəziyyətini sizə təqdim elədim.
2017-ci ilin Amerika bazarı üçün nəzərdə tutulan ən populyarlıq qazanan maşınlardan biri də budur. Hyundai Elantra'da Amerika bazarı üçün 2017-ci ildir qardaşlar, səhv eləmirəmsə. Qardaş 2017 dediniz də, hə? 129 min mildə yürüyüşü var. Avtomobilin start qiyməti nə qədər idi? 23,5-da start qiymətidir. Açarsız daxil olmadı. Lük var avtomobildə. Premium komplektasiyadır. Bəli, dəri oturacaqlar deyil. Amma oturacaqların görürsünüz ki, idarə olunması var. Müşahidə edirsiniz. Böyük monitordur. Start stopdur. Belə. Qiyməti də ki 23.500 manatdakı qiymətidir. Təkərləri və s. vəziyyəti çox səliqəlidir. Görürsünüz 23,5 manat. 2006-cı ilin 2 CDI Mercedes W211 gəldi. 16 yarıma deyir qardaş. Görürsünüz vəziyyətini, bazara indi daxil oldu. 2008 ənənəvi Toyota Prius 20 Kuza. İlk sual bu olur ki, bu maşınları görəndə qardaş taksidə sürülübmü? Qardaş deyir ki, yox sürülməyib. 100% deyir sürülməyib. 2008-ci ildir və qardaş deyir ki, 11 min neçə? 11 min aşağı yeri. Elə 11 min deyir, aşağıda yeri olacaq. Avtomobildə açığı deyim ki, kosmetik işlərə ehtiyac var. Farların vəziyyətinin, mən güzgüdə falan bir neçə xırdapara işləri var. Alan adam o işləri həll edə bilər. Qiyməti belə normaldır. 11 min, hətta bunu bəlkə də bilərsən 10 minə ala bilərsən bu Toyota Prius'u. 16.500'də deyirəm. 1.5'dir. 1.5'dir ya. 2015 1.5 Ford Fusion Amerika və qardaş deyir ki 16.500-ə. Kodu da təmizdir. Vinkoda deyir təmizdir. Nə qədər gedib avtomobil? 180 min mildir, yoxsa kilometr? 180 min kilometr gedib 1.5 mühərrikdir. Qardaş deyir ki 16.500-də dediyimə baxma, aşağıda verəcəm avtomobili. Orta komplektasiyada avtomobil, yer gəlmişkən mən göstərirəm. Çünki monitor balacadır, olduqca balacadır və start stopu yoxdur. Yəni orta komplektasiya deyək də bu avtomobilə. Çünki oturacaqların idarə olunması var, dəri salondur. Avtomobildə lük yoxdur. İlinə görə, yürüşünə görə qardaş deyir ki, aşağı verəcəm avtomobili. Belə. Amma deyir Vinkodu təmiz gəlib. Ha. Diqqətlə dinləyin. Çünki bütün bunlar hamısı şərtdir. Belə göstərirəm sizə. Vizual görünüşünü, interyerini də təqdim elədim. Qara rəngdə Ford Fusion. 2016-cı ilin CLS-i var, çeşkası deyək. Avtomobil 2.2 mühərrikdir. 34.500 manata deyir qardaş. Baxın. İnteryerini sizə təqdim edirəm. Görürsünüz, açacağım, indi qapısını göstərəcəm sizə. Bu da interyeri. Avtomobilin interyerinə baxın. Bu çeşkadır və qardaş, o sürdüyümüz 38'lərdən deyil. Bu daha üst model və daha yeni nəsil deyək bu avtomobilə. Oturacaqların sağdan hər iki qapıda ənənəvi Mercedes dizaynı idarə olunması. Salonun vəziyyətini görürsünüz. Yer gəlmişən lük da var avtomobildə. Çox səliqəli vəziyyətdədir. Göstərirəm sizə. Çəkəcəm indi vəziyyətini sizə. Bəli, çeşka. 2 mühərrik. Bu tərəfdən də, sürücü tərəfdən də açarsız daxil olması var. Oturacaqların yenə idarə olunması, avtomobilin sükanı, interyeri səliqəli vəziyyətdədir. Qiymətini də təqdim elədim sizə. Neçənci ildir? 2011. 2011'dir. Motor nədir? 2-2. 2.2. Neçə deyirsiniz? 18 min. 18 min. Nə qədər gedib avtomobil? Orada da açıq bax. Bir dənə ged, aç bax görək nə qədər gedib. 18 min manat. Baxın dəyərli izləyicilər. 18 min manat. Baklava deyirlər də bu maşına. 260 minə yürüyüşü var və dizel mühərrikdir. Qardaş siz düşmürsünüz, narahat olmayın, qətiyyən narahat olmayın. Bu da interyeridir, təqdim edirəm sizə. Koreya bazarı üçün nəzərdə tutulan K3, başqa sözlə Ford deyək. Avtomobil 2016-cı ildir. 2016-cı ildir, qardaş deyir ki, heç bir qəzası olmayıb, heç bir detalında rəng yoxdur. Yəni, bu deyir, bamperində belə rəng yoxdur. Yəni ki, deyirlər, bez kraska, bax, həmin anlayışdır. Bu açarların vəziyyətini görürsünüz, qapını açırıq, interyer təqdim edirik. Orta komplektasiyadır. Avtomobildə böyük monitor deyil. Koreyadan gəlibdir, 1.6 benzin mühərrikdir. Start qiyməti neçədir? 22 min manat start qiymətidir. İlin dedik. Yürüyüşü nə qədərdir? Yürüyüşü nə qədərdir? 160 min orijinal. 160 min orijinal yürüyüşü var. Baxın.
Bəli, dəyərli izləyicilər, deməli soruşduğum avtomobilləri bir də gedirəm Sumqayıt bazarından soruşacağam. Qiymətlərlə müqayisə etməyə çalışacağam, amma alıcılığın hansı səviyyədə olduğunu artıq mən görürəm. Və bunu elə Sumqayıtda oradakı vəziyyətə çəkəndən sonra orada deyəcəm sizə bu bazarda vəziyyət necədir, orada vəziyyət necədir. Amma buradakı maşınları soruşduğum kimi eyni həmin ildə, həmin komplektasiyada olan maşınları bir də oradan soruşacağam, görək. Dediyiniz kimi qiymət fərqi var yoxsa yox. Bəli, dəyərli izləyicilər, deməli gəldik Sumqayıt bazarına. Orada Badamdar avtomobil bazarında bir neçə avtomobili, çox yox, bir neçə marka model avtomobillərin qiymətlərini soruşduq. Hyundai Accent idi, K3 idi, Mercedes GLS idi və s. Ford Fusion idi. İndi eyni ilə həmin avtomobilləri biz Sumqayıt avtomobil bazarında maraqlanacağıq və buradakı alqı-satqının hansı səviyyədə olduğunu öyrənəcəyik, sizə təqdim edəcəyik. Həm də özünüzlə bir müqayisə apararsınız, fərqi görərsiniz. Görək hər iki bazar arasında fərq nədir? Alıcılıqdır yoxsa qiymətlərdir? Bu bazarda da kifayət qədər maşın var. Maşın çıxarılıbdır, görürsünüz. Düzdür, bu bazarın hündür bir yeri yoxdur ki, oradan sizə təqdim edəyəm. Bazarda onu deyə bilərəm ki, kifayət qədər maşın var. Badamdara nisbətən burada heç olmasa maşına baxıb, maşınla maraqlananlar var. Baxın, burada bir C-Class var. Yəni Çeşka dediyimiz 98-ci ildir. Çox güman ki, 2 mühərrikdir. Ona baxırlar. Yox, 1.8-dir. 1.8 ona baxırlar. Maraqlanırlar, soruşurlar qiymətini. Dəyərli izləyicilər, burada əsasən fikir versiniz ili daha köhnə olan Opel'lər var, Kia Ceed'lər var, nə bilim i30'lar var, i20'lər var və s. W211'lərdir, nə bilim 210'lardır. Yəni burada daha çox dediyimiz kimi ili köhnə olan maşınlar daha çox cəmləşir. Badamdar avtomobil bazarında 2017'dən yuxarı maşınlar daha çoxdur, nəinki burada. Hətta burada 2015'dən 16'dan yuxarı hələ ki maşın görməmişəm, gəlsirik. Burada həm də daha çox Vaz avtomobillərini görə bilirik. Vaz burada daha çoxdur. Badamdarda yalnız Vaz nəslindən Nivaları görmək olur. Vəssalama da tək-tük. Belə maraqlı soruşmuşdum orada bir Toyota Prius. Görək, bu da ilə vizual görünüşü, yəni ki kosmetikaya ehtiyacı və s. aşağı yuxarı eyni bit fasondadır. Soruşacaq görək bu neçədir? Baxaq görək bunun qiyməti neçədir. Bu Prius 2006-cı ildir, 2006-cı il. Badamdarda çəkdiyimiz 2008-ci il idi. Gördüyünüz Badamdarda qiyməti idi 11 minə, hətta 10 minə də almaq olardı onu. Amma bu 2006-cı ildir, 2 il ondan daha qocadır. Yəni ki, ümumi vizual görünüşü götürəndə eynidir. Yəni ki, kosmetika farlarının burada baxıram ki, müəyyən işlər görülməlidir, parlovkasıdır və s. böyür başına düzdür. Telefonla çəkmək olmur, detallı göstərmək olmur. Bunun isə qiyməti 13.500 manatdır. Adamlarda soruşmuşdum. Chevrolet Cruze 2014'dür, 13 yarıma deyir. Baxaq görək bu LT-dirmi yoxsa LT ZRS-dirmi? O LT də deyildi, ən sadə komplektasiyadır. Bu baxıram ki, salonuna baxanda interyerini sizə göstərəcəm. İnteryerini göstərmək istəyirəm, baxın. Chevrolet Cruze. Baxın, ön farlar dəyişir və s. Qiyməti neçə dediniz? 13 yarım. Qiyməti 13 yarıma. Chevrolet Cruze 2014-cü. Daha çox Opel'lər satılır, W210'lar, 211'lər satılır. Daha çox Vaz avtomobillər var burada və Hyundai Accent'lər var ki 2006, 2007, 2008'ə qədər. Yəni burada daha çox ili köhnə olan maşınları görə bilirik. Yəni çeşid burada çox deyil, çeşid dediyim istiqamətdə daha çoxdur. Yəni 2015'dən yuxarı maşın burada tapmaq adamlarda kimi asan deyil. Baxın dəyərli izləyicilər, 2016-cı il və 17-ci il Hyundai Elantralar var qarşımızda. Amerika bazarı üçün 20.800'ə bunu deyir. 21.000'ə də onu deyir. Baxın, iki avtomobildir, ikisi də yan-yana dayanıbdır. Amerika bazarı üçün ayaq Badamdarda da çəkmişdim bu avtomobildən. Qiyməti düzdür yadımdan çıxıb, amma videoda paylaşacağım, özünüz müqayisə eləyərsiniz. Aşağı yuxarı eyni komplektasiya, eyni vəziyyətdə olan maşınlardır. Qiymətlərinə baxın, özünüz müqayisə eləyin. Dəyərli izləyicilər, Badamdardakı Prius'un eynisini tapmışam. 2008-ci ildir. Vizual görünüş, bit fason demək olar ki, Badamdardakı ilə aşağı yuxarı eynidir. Qiyməti də hətta eynidir. 11 yarıma deyir. Burasan 11 bindən də məncə aşağı almaq olar. Aşağı yuxarı məncə Prius'ların qiyməti iki bazarla müqayisədə eyni qiymətdir. Nisbətən ora baxanda burada insanlar bir qaynaşma var, bir maşınlara baxmaq var, maraqlanmaq var. Orada ümumiyyətlə sönüb, orada həyat dayanıb ümumiyyətlə. Badamlarda həyat dayanıb. Burada heç olmasa baxın nə qədər isti bir vəziyyət var burada. Qardaş, çəkə bilərəm. Neçənci ildir? 2008-ci ildir. Neçə deyirsiniz? 18-ə deyirik. Özünüz verirəmsiniz qabaq
kapotu. Orada yüzün batığı olubdu. Quruntu da vid üçün böyük vurdum. Başa düşdüm. 2008 neçən? Lezzet al 2008. Qiyməti nə idi? 800. Nə qədər gedib avtomobil? 242 min. 242 min gedib, 10.800-ə. Baz 21 015. Bəli, qaz verəndə ki, qabağı qalxır, bax ondandır. Euro tarpetdir də bunlar, yoxsa 2011-dən yuxarıdır, yoxsa? Euro tarpet gedir. Burada insanlar gəzməyi, maşınlarla maraqlanmağı və hətta burada maşınların hərəkəti üçün də yeri yoxdur. Baxın, nə qədər maşın çıxarılıb bazara. Salam elə ki, i30 neçədir? 14 min. i30 14 min. Aşağı yuxarı Badamdar avtomobil bazarı ilə demək olar ki, bu i30'ların da qiyməti eynidir. 2008'dir yoxsa 9? 2010. 2010-cu ilin i30'u 14 min manat. Diskdəkar yaxşı vəziyyətdədir. Görürsünüz, interyerini göstərirəm sizə. Böyük monitor qoyub qardaş, Android monitor. 14 mindən aşağı yer olacaq yoxsa yox? Razılaşma olar. Razılaşmaq olar deyir qardaş. 14 mindən aşağı razılaşmaq olar. Görürsünüz maşınların arasına baxın. Keçə bilmirlər. Ehtiyatlı ol, sürtərsən. Hə, bir dənə baxaq. Oo, burada bir dənə toy kolonkası var. Maraqlıdır ki, Sumqayıt maşın bazarına çıxarılan maşınların əksəriyyətində səs sistemi yüksək səviyyəlidir. Yəni, niyəsə bilmirəm, bura çıxarılan maşınlar daha çox səsə üstünlük verirlər. Baxın, çıxan girən bu bazarda da maşın həqiqətən çoxdur. Kifayət qədər çoxdur. Qardaş, neçə deyirsiniz? 22.500-ə 2 mühərrikdir. Avtomobilin ili nədir? 2015-ci ildəki ilidir. 175 min gedib, ha? 175 mində yürüyüşü var, bəli izləyicilər. F30. Görək 07 neçə deyir qardaş. Salam verir ki, baxın, Vazın zavoddan çıxan versiyası. Qardaş, neçə deyirsən? Allah xeyirli eləsin. Neçəyə aldın? Neçənci ildir? 2011 9 min aldın. Qardaş 2011'in bax bu 07'sini alıbdı. Neçə alıbdı? 9 min manata alıbdı. İndi isə bazardan çıxır. Qara rəngdə 2011-ci ilin 07'si. Allah xeyirli eləsin. Getdi. Görürsünüz dəyərli izləyicilər, Badamlarda tapmadığınız, tapa bilmədiyiniz maşınları Sumqayıtda rahat şəkildə tapa bilərsiniz. Buradakı topaçları görürsünüz. Canavarlar, ha, qardaş periyoda plan verib, əla vəziyyətdədir. Mən çəkirəm, göstərirəm sizə. Baxın, hər maşının səs sistemi burada ayrı bir zövqlə yığılıb. Neçə deyirsiniz? 6800 ilinə 2003-cü ildir. Qardaş Straz deyir ki, zavoddur. 6800 manata deyir qardaş. Damında bir balaca kosmetik işləri var. Gördünüz qardaşlar, bax dediyim kimi. Baxın, yəni Sumqayıtda satılan maşınların səs sistemi bax bu vəziyyətdədir. Hansı maşının yük yerini qaldırsan o səs sistemi ilə tanış ola bilərsən. Yəni hamısında var. Burada daha çox səsə üstünlük verirlər ki, yəqin ki. Görürsünüz, burada alıcılar da var, gəzirlər. Maşınlarla maraqlanırlar. Baxın, var burada bir qaynaşma var. Bax, burada maşınlarla maraqlanırlar. Ha, bax, razılaşmağa çalışırlar, görürsünüz. Burada bir alıcılıq var, həqiqətən də var. Baxın, Toyota Priuslar düzülüb yan-yana. Belə bir Santa Fe var qarşımızda. 2008 16.500 manata. Düzdür, kosmetik işlərə ehtiyacı var. Baxıram müəyyən hissələrdə kifayət qədər görülməli işlər var bu maşında, amma qiyməti də 16.5. Ona görə yəqin ki, ona görə deyir 16.000. Yəqin ki, ona görə 16.000 deyir. Çünki bu Badamdar avtomobil bazarında 2008 olan, bu vandan olan Hyundai Santa Fe'lər 22.000-dən başlayır. 2009-cu ildir və 7.000-ə deyir qardaş. Qardaş, dəyişən detallı, rənglərdən qəzası və s. Zbor rənglərim, amma deyir, dəyişən detal yoxdur. 7.000 manata. Vaz 21, görsən zavoddan indicə çıxıb. Nə interyeri? Vaz 21.07'nin də qəşən götürür qapıları, maşallah olsun. Baxın, belə. Deməli, davam edirik, gəzirik. Gəlirik qardaşın priorasını. Örtmədə zəhmət olmasa, örtmədən. Bilən, baxın, niyə örtmə deyirəm? Bayaq bazara girəndən deyirəm sizə. Son qardaş, Allah bazar versin. Sumqayıt maşın bazarına çıxarılan avtomobillərin böyük əksəriyyətində səs sistemi yüksək səviyyədə yığılır.
Və sanki bura səs həvəskarları gəlmir. So, görürsünüz burada nə qədər alıcı var. Baxın. Görürsünüz. Baxın, həqiqətən də burada alıcılıq var. İndi real alanlardır mı deyə bilmərəm, amma onu bilirəm ki, burada çox adam var və maşınla ciddi maraqlananlar var. Baxın, burada bir Opel Universal var. Astra H-dır. Qardaşlar ondan maraqlanırlar. Amma ciddi alıcı olduqları bilinir. Çünki detallı şəkildə baxırlar maşına. İndi bilmirəm. Bu nədir? 1.4-dür, yoxsa nədir? Soruşacağım, çəkəcəm. Onu bilirəm ki, Universal Opel Astra H-dır. Bu da bunun interyeri. Səliqəlidir. Oturacaqları səliqəli vəziyyətdədir. Görürsünüz. Yaxşı vəziyyətdədir. Real yürüyüşü nə qədərdir? 200, baxın. 239.537 kilometrdə yürüyüşü var. Gedib avtomobil. Mexaniki sürətlər qutusudur. Elə. Dəyərli izləyicilər, bir müddətdir bu banda olan 2008-2009-a qədər olan kari yola, xüsusilə də xeyzbekləri mən bazarda görməmişdim. Yəni Badamdar bazarında tək-tük görərəm ya görmərəm. Bu bazarda isə çoxdur bu maşından və baxın alıcısı da var, maraqlanırlar, mühərrikə baxırlar, lanşeron kabininə baxırlar. Görək deyir ciddi qəza varmı, yoxmu? Onunla maraqlanırlar. Mən də çəkib göstərəcəm sizə. Mühərrik çox yaxşı vəziyyətdədir, yaxşı işləyir. Lanşeron kabini göstərəcəm sizə. Qardaşlar maraqlanır avtomobillər. Neçə deyirsiniz qardaş? 10.000-ə. Neçənci ildir? 2009? 2006. Bir neçə motor? 1.4-dür, 2006-cı ildir. 1.4 2006-cı il. Qardaş deyir ki 10.000 manata deyirəm. 10.000 manata 1.4 2006-cı il. Ford Fusion. Ford Fusion. Yəni, görürsünüz, demək olar ki, Badamdar avtomobil bazarı ilə aşağı yuxarı bu maşınların qiyməti eynidir. İnteryeri göstərəcəm sizə. Bu da bunun interyeri. Full komplektasiya. Deyərdim, amma bir tık əski. Neçəyə? 17,5. 17,5-dakı start qiymətidir bu maşının. Ford Fusion. Hələ ki, Badamdarda çəkdiyim Hyundai Accent'i tapa bilmirəm. 2015-ci il idi, orada çəkdiyim. Hətta 2016-ya da var idi. 18.000-lə deyilən o Hyundai Accent'i tapa bilmirəm ki, buradan həmin maşından çəkəm sizə göstərəm görək. Burada neçə deyirlər və yaxud GLS-lər 2016-15-lər onlar belə yoxdur. Onlar da tapsam müqayisə üçün göstərəcəm. Astra G-ni neçə deyir qardaş? Astra G neçə deyirsiniz? Satdınız, neçə satdınız? Allah xeyir versin. Soruşmaq istəyir, neçə satdınız? Düz düşünür, 8.000 mexaniki sürətlər qutusu. 8.000-ə satdı qardaş Astra G-ni. 98-ci ildir. 8.000-ə satdı və mexaniki sürətlər qutusuydu. Elə Astra G-dən söz düşmüşəm. Burada daha biri var. Qəşəng vəziyyətdə daha Astra G var burada. Baxaq görək. 98-dir, 99-dur çox gümanki. Amma bu mexaniki deyil, avtomat sürətlər qutusudur. Baxın, interyerini göstərirəm sizə. Hətta sportdur. Rejimdə var bu maşında. Ya 1.6-dır, ya 1.8-dir. Hə, 1.8-dir bu avtomobil. Çox güman ki. Dediyim kimi 1.8 də 9 yarıma deyir. Astra G. Opel Astra G. Görürsünüz, zəhmət olmasa mənə icazə verin. Çox sağ olun. 1.8. Ekatek mühərrik. Yəni ki, burada bir dənə amanat var. Onu saxlamaq lazımdır ki, problem yaranmasın. Sadə mühərriklərdə sep olur. Yəni ki, ona görə deyirəm ki, ekatek mühərriklərdə remendir. O da vaxtı-vaxtına dəyişilməlidir. Avtomobil səliqəli vəziyyətdədir. Qiymətdə qardaş 9.000 dediniz. 9 yarımadakı bu Astra G-nin qiymətidir indiki vəziyyətdə bazarda. Zavod maşını deyir, hər şey detalları özünündür. Həqiqətən də kənardan baxanda bunu görmək olur. Çox yaxşı vəziyyətdə Astra G-dir. Nə qədər adam var, maşınla maraqlanan nə qədər adam var və nə qədər adam maşının indiki vəziyyətdə maraqlanır. Görürsünüz, baxın, gəlirlər qiymətlərlə, avtomobillərin vəziyyəti ilə. Hərəkətdə olan insanların sayı Badamdara nisbətən çoxdur. Yəni, əsas nəzərə çarpan fakt, yəni ki, müqayisədə fərq bax budur. Baxın, bir dənə real fərqi göstərəcəm. Bir dənə baxın, maşallah olsun. Nə qədər maşınla maraqlanır. Baxın. Buradakılar baxırlar, Buradakılar baxırlar, buradakılar maraqlanırlar, ondan qabaqdan maraqlanırlar. Yəni, real avtomobilin qiyməti ilə avtomobillərlə maraqlanan burada alıcılar daha çoxdur. Nəinki
Badamdar bazarı. Mercedes G-Classlar 98-99 görün nə qədərdir. Baxın. Sumqayıt bazarındayıq. Buradakı fərq budur. Burada daha çox bu maşınlar satılır və alanları da var. Çünki ilinə görə, vəziyyətinə görə, qiymət münasib olduğuna görə burada alıcılıq var. Dəyərli izləyicilər, bazardayım, həmkarlarımı tapmışam. Qardaşlar eşq olsun. Xəzər televiziyasının Sumqayıt ərazisinin əməkdaşlarıdır. Eşidiblər ki, bazarda qiymət artıb. Gəlib onu araşdırmağa görə ki, bazarda qiymət artıb, yoxsa yox. Onu mən bilirəm. Qardaşlar da öyrənəcəklər və Dəqiqləşdirməyə çalışacağıq. Bəli. Xəzər televiziyasında, Xəzər xəbərdə izləyəcəksiniz qardaşların hazırladığı Sumqayıt bazardakı reportajı. Özü yaxşı baxın. Sağ olasın. Gedirik, davam edirik. Nəyə? Bazarın girişinə. Xəzər televiziyasının əməkdaşları eşidiblər ki, qiymət qalxır. Amma həqiqətən qiymətdə heç bir formada artım yoxdur. Neçə bazar əvvəldə vəziyyət necə idisə, hazırda da vəziyyət elə. O çıxsın. Belə. Görürsünüz maraqlanır. Bəli, dəyərli izləyicilər, deməli bazar gəzdik. Bir külək var idi bazarda. Sumqayıtda külək daha çoxdur Bakıya nisbətən. Ona görə də bir külək tutmayan yerə keçdim ki, çünki mikrofonum xarab oldu və ona görə də mikrofonsuzam və istəyirəm ki, səsi təmiz versiyada çəkib sizə çatdırmaq üçün bir külək tutmayan yerə keçim. Buradan göstərəndə, bazara baxanda fonda görürsünüz, bazarın kənarında dayanmışam. Artıq bir saatdan çoxdur ki, Sumqayıt bazarındayam. Buradakı vəziyyəti Badamdardan çıxanda dediyim kimi müqayisə eləməyə gəlmişdik ki, baxaq görək Bakı bazarı ilə Sumqayıt bazarı arasında fərq nədir? Qiymətlərdə bir dəyişiklik varmı? Ümumiyyətlə alqı-satqıda fərq hansı istiqamətdədir? Bax, bunu müqayisə eləmək üçün Bakıdan durduq gəldik Badamdara. Çünki əksəriyyətiniz yazırdınız ki, şərhlərdə gedin Sumqayıta, Sumqayıtda hər şey əladır, qiymət də ucuzdur, alıcılıq da çoxdur və məhz buna görə bizə dediniz və yazdınız şərhlərdə və biz də təbii ki, sizdən gələn şərhlər əsasında durduq Bakıdan gəldik Sumqayıta ki, görək həqiqətən də burada vəziyyət sizin dediyiniz kimidir, yoxsa yox. Mən Bakıda bir neçə avtomobili soruşmuşdum. Çox az avtomobillərin qiymətini maraqlandım, amma çünki bilirəm ümumi Badamdar bazarındakı vəziyyəti, avtomobillərin qiymətini. Həmin avtomobillərdən bir neçəsini tapıb Sumqayıt bazarında da qiymətini soruşdum ki, baxaq görək arada fərq varmı? Mən onu deyə bilərəm ki, istər Sumqayıt olsun, istər Bakı bazarı olsun, hər iki bazarda avtomobillərin qiymətləri komplektasiyasına görə, modelinə, markasına görə təbii ki, dəyişir, amma ümumilikdə götürəndə hər iki bazar arasında qiymət fərqi ciddi deyil, ciddi bir fərq yoxdur. Baxır hansı maşına, bəzi maşınlarda 1000-1500 fərq varsa, yəni amma əksər maşınlarda demək olar ki, fərq yoxdur. Sumqayıt bazarında Bakı bazarı nisbətən əsas real fərq ondan ibarətdir ki, bəli, biz gəldik burada gördük ki, bu bazarda alqı-satqı və hətta bu bazarda avtomobillə maraqlanan kifayət qədər insan var. Badamdarda isə həyat dayanıbdır. Badamdarda isə alıcılıq demək olar ki, yoxdur. Hətta maşının dayanıb almasalar belə, ciddi maraqlanan belə yoxdur Badamdar bazarında. Sumqayıtda isə həqiqətən də bir qaynaşma var. İnsanlar çoxdur burada. Avtomobillərlə maraqlanırlar, soruşurlar, baxırlar. Burada həqiqətən də bax bu ciddi bir fərqdir. Yəni bu fərqi biz görürük. Alanlar varmı? Bəli, var. Bu bazarda alan var, nəinki Badamdar bazarında. Bu bazarda daha çox ili köhnə avtomobillərdə, yəni qiyməti hər kəs üçün daha əlçatan olan avtomobillər olduğuna görə Sumqayıt bazarında məhz buna görə alıcılıq var. Alıcılıq daha çoxdur. Badamdarda isə daha çox 2016-17-dən yuxarı olan, yəni ki, yeni maşınlar o qədər çoxdur ki, həmin yeni maşınların da qiymətləri təbii ki, qalxıb kəllə çarxa. Düzdür, köhnə maşınlar da var, 2015-dən aşağı maşınlar da var ki, onların da qiyməti heç də, yəni ki, ucuz deyil Badamdarda. Düzdür, heç burada da o maşınların qiyməti ucuz deyil. Amma burada o orta təbəqə deyək, aşağı təbəqə üçün deyək, yəni ki, imkan baxımından gedir söhbət. Daha əl çatan maşınlar burada çoxdur. Məhz buna görə də bu bazarda alıcılıq kifayət qədər var və insanların, maşınlarla maraqlanan insanların sayı da çoxdur. Belə, bugünkü müqayisəmiz, bu həftəlik müqayisəmiz bundan ibarətdir. Avtosazı izləmədə qalın. Biz sizə hər şeyin ən real vəziyyətini göstərəcəyik və bir də sizdən xahiş edirəm ki, nə olar ki, abunə olun da, nə olar ki. Yəni, abunə sayımız azdır, baxış kifayət qədər gəlir. Hər videoma maşallah olsun, 20-30 mindən yuxarı baxış gəlirsə, 20 min, 30 min baxanlar bir dəfə abunə düyməsini sıxın da. Onu sıxmaqla inanın ki, sizin cibinizdən heç bir şey getməyəcək, amma bizim kanalımız yüksələcək. Hələlik özünüzə yaxşı baxın.